Bütün dünyanı idarə edən 13 ailə, dedikləri ilə razılaşmayan ölkələrdə isə xaos, qarşı duruma vətəndaş müharibəsi yaradırlar. Zaman-zaman ölkələri idarə edənlərin əslində prezidentlər, baş nazirlər olmadığı barədə fikirlər səsləndirilir. Bildirilir ki, bəziləri dövlət başçılarına təzyiq edərək öz siyasətlərini həyata keçirirlər. Bu təzyiqlər banklar, ayrı-ayrı şirkətlər və beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirilir. Mən də sizə bilinən, amma görünməyən 13 ailəni təqdim edirəm. Collins ailəsi. Collins ailəsi New Englanddən gələn çox köklü bir ailədir. Şeytan klubu olan Hellfire klubun, Cəhənnəm Atəş klubunun üzvüdür. Şeytan cərəyanlarını dünyaya yayaraq beyin nəzarətli kölə yaratmaq üçün istifadə edilir. Bu klub üzvləri arasında ABŞ prezidentləri, İngiltərə nazirləri, lordlar və şahzadələr də var. Bu klub üzvləri gizli seksual ritüellər də icra edirlər. Ailənin keçmişində bəzi ailə üzvləri cadugarlıqla ittiham olunurdular. Ailənin Amerikadakı qolu, Amerika vətəndaş müharibəsindən bir qədər əvvəl Todd soyadını qəbul edib. Ailənin kürəkənləri arasında keçmiş Amerika prezidentlərindən Madison və Lincoln da var. DuPont ailəsi. Kimyəvi məhsulların bir nömrəli adı DuPont ailəsidir. Bütün dünyada hər evdə bir neçə dənə DuPont məhsulu istifadə edilir. Xüsusilə də barıt və partlayıcılarda inhisar yaradıblar. Amerikanın ilk barıt fabrikini onlar qurublar. 1799-cu ildə Amerikaya köç edən Pierre Samuel DuPont illüminatik sistemi ilə əlaqəsi olan ilk DuPontdur. ABŞ prezidenti Jeffersonun yaxın dostu olub və ABŞ hökuməti ordunun barıt ehtiyacının ödənilməsini bu yaxın dosta verib. DuPont ailəsi Freeman, Astor, Rockefeller, Rothschild və Russell ailələri kimi narkotik ticarətindən çoxlu qazanc əldə edib. DuPont ailəsi həmçinin 2-ci Dünya müharibəsində Adolf Hitlerə hərbi ləvazimat və sursatda da yardım edib. Freeman ailəsi. Gaylord Freeman və Rocker Freeman bir çox prezident və konqres üzvünə tövsiyələrini, daha doğrusu əmrlərini icra etdiriblər. Amma nədənsə heç kim onların adlarını eşitməyib. Gaylord Freeman eyni zamanda Sion təriqətinin liderlərindəndir. Stephen Freeman Amerika Konqresində fəal Yahudi lobbisi olan Anti-Difamasiya Liqası